Herkese salam. Bugün qeyri-üzv birləşmələrin mühüm sinifləri, oksidlər sinifinin dərs izahını verəcəm. Ümid edirəm ki, sizin üçün də yararlı videolar. Başlayaq. Deməli, oksidlər. Oksidlər nədir? Birinci oksidlərə tərif verməliyik əlbəttə ki. Uşaqlar, oksidlər biri oksigen olmaqla iki elementdən ibarət olan birləşmələrə deyilir. Uşaqlar, yəni iki element olmalıdır və bunun biri oksigen olmalıdır. Deməli, iki element olmalıdır və biri oksigen olmalıdır. Və burada oksigen oksidaşma dərəcəsi -2 olur uşaqlar. Deməli, oksid olması üçün qaydamız nə oldu? Biri oksigen olmalıdır, iki element olmalıdır və burada oksigen oksidaşma dərəcəsi -2 olmalıdır. Deməli, bunlar ödənirsə, deməli, bu nədir? Oksiddir. Bunlara oksidlər dedik. Peroksidlər oksid deyil uşaqlar. Çünki burada oksidləşmə dərəcəsi -2 olmur. Bax, görürsünüzmü? Oksigen arası tək xəttdir. Normalda oksigen necə olur? İki xətt. Yəni, oksigen, baxın, bu şəkildə olur. Amma burada bir xəttdir deyə, deməli, bu oksid deyil, peroksid olmuş oldu. Davam edirik. Deməli, gördüyünüz kimi H2O2, natrium 2O2, barium O2, kalsium O2 bunlar oksid deyil, peroksiddir. Nə olsun ki, burada o bir elementimiz oksigendir. Nə olsun ki, iki element var. Ancaq oksidaşma dərəcəsi -2 deyil, -1 olduğuna görə biz deyirik ki, bu oksid deyil, peroksiddir. Peroksidlər də oksid deyil uşaqlar, tamam mı? Gəlin biz oksidlərdən əsas nümunələrimizi göstərək. Deməli, baxırıq. Məsələn, kalium 2O. Gördünüzmü? Biri oksigendir, biri də başqa element kalium elementidir. Və oksigenin iki xətt çıxır. Biri sağından, biri solundan. Deməli, -2 oksidləşmə dərəcəsi göstərir. Deməli, bu oksiddir. Barium oksid eyni şəkildə. Biri oksigendir, biri də barium elementidir və barium və oksigeni bu şəkildə göstərir. Barium da 2 valentdir deyə. Bariumdan da 2 xətt çıxır, oksigen də 2 xətt çıxardır. Uşaqlar, o flor 2-də, O2 flor 2-də oksid deyil. Çünki burada oksidləşmə dərəcəsi oksigenin -2 deyil. O flor 2-də müsbət 2-dir, O2 flor 2-də -1-dir. Deməli, oksidləşmə dərəcəsi -2 olmadığına görə bu da oksid deyil. Gəldik. Natrium 2O2 dedik, peroksiddir. Natrium O2 superoksiddir. Kalium O3 ozonoid. Yəni, bunlar nədir? Oksidlər deyirlər. Yadınızda saxlayın. Baxın, bunlar nə oldu? Oksid üzərinə xətt çəkməyin. Oksid deyirlər. Uşaqlar, gəlin biz adlandırılmadan danışaq. Danışıq nədən? Dəqiqə üzr sayın, silək buranı səliqəli. Aha, danışırıq adlandırılmadan. Uşaqlar, qeyri-metalların oksidlərinin beynəlxalq üsulla adlandırılması. Məsələn, CO2, N2O3, SO3, PCO5, CO2 və PCO5. Görürsünüzmü? Karbon, burada CO2-də karbon, N2O3-də azot, SO3-də kükürt, PCO5-də fosfor, CO2-də karbon, PCO5-də fosfor. Bunlar da hamısı nədir? Qeyri-metaldır. Yəni, qeyri-metallar varsa, deməli, bu qeyri-metal oksidləridir. CO2-ni necə deyirik beynəlxalq üsulla? Karbon dioksid. Niyə? Çünki bir karbonumuz var, iki oksigenimiz var. İki də di deməkdir. Deməli, karbon, ikidən də oksigen olduğuna görə dioksid deyirik. N2O3-ə baxın, iki azotumuz var deyə. Diazot, üç oksigenimiz var deyə trioksid. Deməli, 2 didi, 3 tri oldu. İndi baxırıq SO3-ə. Deməli, bir kükürdümüz var, 3 dənə də oksigenimiz var. Onda kükürt, 3 dənə də trioksid deyərik. PCO5-ə baxaq. 2 dənə P, yəni 2 dənə fosforumuz, 5 dənə oksigenimiz var. Onda nə deyirik? 2 fosfora difosfor və 5 nədir? Pentaoksid deyirik. Sonra baxırıq CO2-yə. Karbon 4 oksid. Niyə? Çünki burada karbon 4 valentlidir. PCO5-ə baxın. Burada da fosfor 5 valent deyə fosfor 5 oksid deyirik. Bəs gəlin görək metal oksidlər necə adlandırılır uşaqlar. Metal oksidlərini adlandırarkən əgər metalımız sabit valentlidirsə, o zaman valentliyin adı çəkilmir, yəni neçə valentli olduğunun adı çəkilmir. Amma dəyişkən valentli biz qeyd eləməliyik ki, bəs oksiddə həmin metalımız
neçə valentlidir, onu mütləq qeyd etməliyik. Məsələn, barium oksidin alüminium çökücü görürük, düzdürmü? Və bu ikisi də sabit valentli olduğuna görə valentliyi demirik. Sadəcə deyirik barium oksid və alüminium oksid. Ancaq dəmir 2O3 ilə xrom O3 bunlar dəyişkən olduğuna görə, yəni dəmir də, xrom da dəyişkən valentli metal olduğuna görə biz deməliyik. Gördüyünüz kimi dəmir 2O3-də dəmir 3 valentli göstər, ona görə dəmir 3 oksid deyirik. Xrom O3-də xrom 6 valentli göstərir deyə xrom 6 oksid deyirik. Bu şəkildə. Bu adlarda əzbərləyirik. SO2 kükürt qazıdır, silisium O2 qumdur, H2O sudur. N2 ölçüdə şənləndirici, güldürücü qaz deyirlər uşaqlar. Variantlarda sizdən soruşa bilər. Şənləndirici, güldürücü qaz hansıdır? Deyəcəksiniz nədir? N2O qazıdır. Uşaqlar, danışırıq oksidlərin təsnifatından. Oksidlər təsnifatına görə iki qrupa bölünür. Duz əmələ gətirməyənlər və duz əmələ gətirən oksidlər. Duz əmələ gətirməyən oksidlər turşular və əsaslarla qarşılıqlı təsirdə olmayan oksidlərə deyilir. Deməli, əsas xəstəmiz nə oldu? Turşularla, əsaslarla daxil olmasın reaksiya. Deməli, bu o zaman duz əmələ gətirməyən oksid olacaq. Onlar hansılardır deməli? N2O-dur, NO-dur, SO-dur, CO-dur. Deməli, duz əmələ gətirməyən 4 oksidimiz oldu. N2O, NO, CO, SO. Deməli, bu dördü də turşularla da, əsaslarla da reaksiyaya girmir, düzdürmü? Ancaq istisna halımız var ki, CO, natrium OH nədir? Əsas. Bir dənə natrium OH ilə reaksiyaya girir, HCO natrium əmələ gətirir, düzdürmü? Bu istisna halımızdır. Bunu da yaddan çıxarmayın, amma istisna qaydanı pozmur. Deməli, turşular əsaslarla reaksiyaya girmədilər. Bunlara da N2O, NO, CO və SO-nun adını çəkdik ki, bunlar turşunun əsasla reaksiyaya girmir və duz əmələ gətirmirlər. İstisna CO-dur ki, natrium OH ilə reaksiyaya girib duz əmələ gətirir. HCO natrium alınır, düzdürmü? Birləşmə reaksiyası. Duz əmələ gətirən oksidlər isə öz növbəsində turşu ilə də, əsasla da reaksiya girir, nə əmələ gətirir? Duz əmələ gətirir və özü 4 qrupa bölünür. Gəlin görək hansılardır bunlar. Deməli, 1 əsas oksid, 2 turşu oksidi, 3 qarışıq oksid, 4 amfoter oksidlər. Başlayaq danışaq. Deməli, birinci əsas oksidlərdən danışırıq. Əsas oksidlər, uşaqlar, turşu və turşu oksidləri reaksiya daxil olur, duz əmələ gətirirlər. Əsas oksidlər, biz qayda olaraq demişdik ki, əsasla reaksiyaya getmir, turşu da turşu ilə reaksiyaya getmir. Deməli, əsasla reaksiyaya getmirsə, deməli, əsas turşu ilə gedəcək. Turşunun özü ilə də gedə bilər, turşunun oksidi ilə də gedə bilər bu şəkildə. Deməli, əsas oksidlər turşu və turşu oksidlərinə reaksiyaya girir, duz əmələ gətirir. Gəlin görək, bəs əsas oksidlərimiz hansılardır? Əsas oksidlərimiz birinci A qrupun metalların oksidləridir. Litiumun, natriumun, kaliumun oksidləri. İkinci A qrup metalların oksidləridir. Burada berilyum istisnadır. Yəni kalsium var, magnezium, amma berilyum istisnadır ki, bu əsas oksid əmələ gətirmir. Pasiv metalların oksidləridir uşaqlar. Kuprum 2O, kuprumu, civə oksid, gümüş oksid. Amfoter metalları çıxmaq şərtlə 1 və 2 valentli metal oksidlər ümumiyyətcə əsas oksidlər əmələ gətirdi. Deməli, qaydamız necə oldu? Əsas oksidləri amfoter metalları çıxmaq şərti ilə. Amfoter metallarımız hansılardır? Berilyum, alüminium, sink, plübium. Və bunlar amfoter metallardır ki, bunlar əsas oksid əmələ gətirmirlər. Amfoter metallar isə deməli amfoter oksid əmələ gətirəcək. Deməli, dedik ki, əsas oksidlərimiz birinci A qrup metalların oksidləri, ikinci A qrup metalları oksidlər, istisna berilyum, pasiv metalların adını çəkdik, kuprumun oksidləri, civənin, gümüşün oksidləri. Bu şəkildə. Gəldik turşu oksidlərinə. Turşu oksidlərdə əsaslarla girir. Əsasla da girir, əsas oksidlə də girir uşaqlar. Deməli, əsasla da, əsas oksidlə də reaksiya girir və nə əmələ gətirir? Duz əmələ gətirdi. Əsas və əsas oksidlərlə. Turşu oksidlər də dediyimiz kimi turşu ilə də girmir, turşu oksidi ilə də girmir. Özləri ilə reaksiya girmirlər. Bunlar deməli qayda olaraq deyirik ki, yəni turşu oksidlərinə hansılara aiddir? N2O,
CO2, xlor 2O7, N2O5, SO2, SO3, xrom 3, manqan 2O7. Bunları mütləq əzbərin, çünki məsələn manqanın müxtəlif oksidləri var. Hamısını əzbərləməliyik. Zaten test işlədikcə vərdiş halına gəlir, avtomatik yadda qalır. Yəni mexaniki əzbərləyə bilirsiniz, amma yenə də bir dəfə əzbərləyin ki, testləri rahat işləyə bilərsiniz. Deməli, zaten əsas qayda yerlərini deyirəm ki, rahat yadda saxlaya bilərsiniz. Deməli, əsas oksidlər dedik. Turşu oksidlərində qaydası budur ki, uşaqlar. Deməli, tuz əmələ gətirməyən oksidləri çıxmaqla qeyri-metal oksidləri və bəzi metalların yuxarı oksijen dərəcəsinə malik olan oksidləri turşu oksidlərini əmələ gətirir. Tuz əmələ gətirməyən oksidlərimiz hansıydı? N2O, NO, CO, SO. Bunları çıxmaqla qeyri-metalların əmələ gətirdiyi oksidlər. Gəldik qarışıq oksidlər. Uşaqlar, qarışıq oksidlərdə 3 dənə adını çəkirik. Bir dəqiqə rəngini dəyişim. Deməli, bax, dəmir 2O4-dür, manqan 2O4-dür, plübium 2O3-dür. Bax, bu üçü qarışıq oksidlərdir. Bu oksidlərdə metal 2 müxtəlif oksidləşmə dərəcəsi göstərir. İndi göstərəcəm bu nə deməkdir. Deməli, 3 dənə oksid əzbərləyəcəyik. Dəmir 2O4, manqan 2O4 və plübium 2O3, tamam mı? Bunların üçünü əzbərləyirik. Və bu nə deməkdir, onu izah edirəm. Dəmir 2O4, uşaqlar, dəmir oksid vuraq, dəmir 2O3-ün birləşməsi şəklində əmələ gəlir. Manqan 2O4 isə manqan O-dan manqan O2-in birləşməsindən əmələ gəlib. Plübium 2O3 isə plübium O ilə plübium O2-in birləşməsindən əmələ gəlib. Deməli, o zaman dəmir oksid neçə oksijen dərəcəsi göstərir? Müsbət 2. Dəmir 2O3 isə müsbət 3. Görürsünüzmü? 2 müxtəlif oksijen dərəcəsi göstərir. Yəni, bunu demək istədim. Gəldik amfoter oksidlərə. Amfoter oksidlər də uşaqlar ikili xassiyyət daşıyırlar. Yəni ki, həm siz bunları turşularla görə bilərsiniz, həm əsaslarla reaksiyasını görə bilərsiniz, düzdürmü? İkisindən də reaksiya girir, duz əmələ gətirirlər. Biz bayaq amfoter metalların adını çəkdik, düzdürmü? Elə amfoter metallar amfoter oksid əmələ gətirəcək. Yəni berilyumdur, alüminiumdur, sinkdir, plübiumdur. Bu metalların bütün oksidləri amfoter xassəlidir. Deməli, uşaqlar, dedik ki, bütün metallar 3 və 4 valentli oksidləri də amfoter oksidlər əmələ gətirdi. Buradan məsələn berilyum oksid, sink oksid və adlarını bir burada çəkirik. Oksidlərin alınmasından danışırıq uşaqlar. Bunları bir çox məsələlərdə görəcəksiniz. Deməli, oksidlər əmələ necə əmələ gəlirlər? Deməli, bəsit maddələrin oksigenlə qarşılıqlı təsirindən. Biz oksigenin tərifi necə demişdik? Bir oksigen, bir dənə də elementdən ibarət olmalılar, düzdürmü? İndi oksigen hansı elementlərlə birləşirsə, onların oksid əmələ gətirir. Gəlin göstərək. Bax, lityumdan girib lityum 2O. Necə idi bu əsasi oksidi, düzdürmü? Kalsiyumdan girir, kalsiyum oksid yine bu da əsasi. Kuprumdan da girdi, əsasi oksid əmələ gətirdi. Dəmir 2O4-ü yuxarıda demişdik. Nə idi uşaqlar? Qarışıq oksid. Gördünüzmü? Sonra alüminium nə idi? Belə deyirəm ki, mexaniki sizə rahat yadınızda qalsın. Baxın, alüminium nə idi? Dedik, amfoter metalı, deməli, amfoter oksid əmələ gətirəcək. Sonra burada SO2 görürük, CO2 görürük, PO2, P2O3 görürük, P2O5 görürük. Yəni, fosfor oksigenin müxtəlif dərəcələrdə P2O3 və P2O5 əmələ gətirə bilir. Gəldik. Uşaqlar, deməli, yadınızda saxlayın. Oksigen passivlərlə reaksiyaya girmir. Amma əlbəttə ki, kuprum O deyə bir oksidimiz var və yaxud da gümüş O var. Amma pasiv metallarla reaksiyaya girmir. Yadınızda saxlayın. Pasiv metallarımız hansıdır? Gümüşdür, aldır, pıtıdır. Bu üçünlə reaksiyaya girməyəcəkdir. Halogenlərlə də reaksiyaya girmir. Florla girmir, xlorla girmir, bromla girmir, yodla girmir. Bunlar halogenlərdir. Bunlar da əzbərləyirik ki, bunlarla reaksiyaya getmir. Deməli, flordur, xlordur, bromdur, yoddur. Bax, bunlarla reaksiyaya girməyəcək. Təsirsiz qazlarla reaksiyaya girməyəcək. Təsirsiz qazların bir digər adı nə idi? Nəcib qazlar. Hansı qazlar idi bunlar? Bu qazlarımız, baxın buradan yazıram. Helium, neon, argan, ksenon, kripton və bunlar nə idi? Təsirsiz qazlarımız idi ki, nəcib qazlar da deyirlər və reaksiya girmir. Oksigen. Sonra uşaqlar. Oksigen başqa necə alınır?
Əsasların parçalanmasından alınır uşaqlar. Əsas da OH tərkibli birləşmələrdir. Düzdür? Məsələn, dəmir OH2, dəmir OH3, kuprum OH2. Bunlar parçalananda oksid və su əmələ gəlir. Dəmir O üstəgəl su, dəmir OH3 parçalananda dəmir 2O3 üstəgəl su, kuprum OH2 parçalananda kuprum O üzərinə su. Deməli, yadınızda saxlayın ki, bu əsasdan necə bir oksid əmələ gələ bilər? Yadınızda saxlayın. Əgər həmin əsasda metal neçə valentlidirsə, elə o valentlidə oksid yaranır. Baxın, dəmir OH2-də dəmir neçə valentlidir? 2 valentlidir, düzdürmü? Dəmir OH2 dəmir 2 valentlidir. Oksigen də biz bilirik 2 valentlidir. 2 aşağısının içinə yazılmır. Buna görə dəmir O oldu. Sonra davam edək məsələn dəmir OH3-lə. Dəmir neçə valentlidir OH3-də? 3. Oksigen də 2. Bax bu 3. Bu da 2. Onda bura 2 yazılar. Burada 3 yazılar. Dəmir 2 O 3. Bax bu şəkildə oksidi əmələ gəldi. Sonra kuprum OH2-də. Kuprum neçə valentlidir? 2. Deməli onda kuprumda 2. Oksigendəki ayağına heç nə yazılmır bu şəkildə. Deməli əsaslar parçalandı. Nəyə? Oksidə və suya. Sonra uşaq yadınızda saxlayın. Civə ilə gümüş OH, cimənin OH-la gümüşün OH-ı otaq temperaturunda parçalanır. Bunu soruşa bilər ki, və yaxud da doğru yanlış mülahizələrdə də deyə bilər ki, otaq temperaturunda mı yoxsa adi şəraitdən parçalanır? Yadınızda saxlayın. Otaq temperaturunda parçalanır və yenə oksidə və su alınır. Yadınızda saxlayın uşaqlar. Qələvlər parçalanmır. Bunu altını çizərək deyirəm. Qələvlərimiz nə idi? Natrium OH, yəni suda həll olanların. Qələvi nədir? Suda həll olan əsaslarımız idi, düzdürmü? Onları indi növbəti dərslərdə keçəcək. Natrium OH-dır, kalium OH, litium OH-dır. Bunlar qələvlərdir və bunlar parçalanmalar uşaqlar. Gəldik turşuların parçalanmasına. Yəni turşular da öz növbəsində parçalanırlar. Nə? Oksid əmələ gətirirlər. Məsələn, nitrat turşusu parçalarda nə əmələ gətirir? Su, oksigen və NO2. Karbonat turşusu, karbon qazı və su. Silikat turşusu, silisium O2 və su. Bu reaksiyaları uşaqlar bacardığınız qədər öyrənməyə çalışın. Zaten istifadə etdikcə yadınızda qalacaq. Duzların parçalanması. Bir də yazaraq öyrənin. Məsələn, 3 reaksiyaları öyrənin və yazın. Çalışın, yazın və onu öyrənəcəksiniz. Yəni, bu da bir məndən sizə tüy. Sonra uşaqlar, kalsium karbona bax, duz deyəndə nə yadımıza düşür? Kalsium karbonat, magnezium karbonat, bax bunlar da parçalanırlar oksidə və karbon qazına. Ancaq uşaqlar, natrium karbonat, kalium karbonat, natrium silikat, kalium silikat bunlar parçalanmırlar, tamam mı? Natriumda, kaliumda bunlar suda həll olanlar deyə bunların karbonatları, silikatları da parçalanmır. Başqa oksidlər necə alınır uşaqlar? Deməli, oksidlər üzvü və qeyri-üzvü maddələrin yanmasından. Üzvü maddə yanır. Məsələn, CH4 üzvü maddədir. Yananda üzərinə nə gəlir uşaqlar? Oksigen. Yanma reaksiyalarına keçəcək. Amma mən izah eləmişəm yanma reaksiyalarının. Əmələ gəlmə istiliyində izah etmişdim. İstilik effekti dərsi izah etmişdim. Deməli, yanma reaksiyası üzərinə oksigen gəlməklə gedən reaksiyadır. Görürsünüz, hamısının üzərinə oksigen gəlir. Və yadınıza saxlayın, üzvü maddələr yanında karbon qazı və su alınır. CO2 və su alınır. H2S yandı, SO2 və su alındı. Dəmir S2 yandı, dəmirin oksidi və SO2 alındı. Bəzi oksidlərin reduksiyasından bu nə deməkdir? Yəni, dəmir suyundan girir, dəmirin oksidi və hidrogeni alınır. Gördünüz mü? Dəmir hidrogeni sudan çıxartdı, yerinə dayandı, reduksiya etdi. Yəni, sink oksidin üzərinə hidrogen gəldim. Sinklə su alındı. Su da oksiddir, dəmir 3O4 də oksiddir. Gəldik biz. Danışırıq oksidlərin fiziki xassələrindən. Oksidlərin fiziki xassələri. Oksidlər SO2-nin adını çəkəcəyik. SO2-nin adını çəkəcəyik. Kuprum 10-un adını çəkirik. Kuprum 2-10-un adını çəkirik.
CO2-nin adını çəkirik, NO2-nin adını çəkirik, xrom 2O3-ün, silisium O2-nin, P2O5-in və CO-nun. Əsasən rastlaşdığımız bunlardır. Yəni bizdən adətən soruşulanlar bunlardır. Və mən bunu sizin üçün sxemləşdirmişəm və indi sizin üçün rahat izah edəcəm ki, sizin üçün də yadda qalsın. Eyni bu şəkildə yazın və əzbərləməyə çalışın uşaqlar. Deməli, SO2 rəngsizdir. Deməli, SO2'miz rəngsizdir. SO3 də rəngsizdir. Kuprum O qara rəngdədir. Kuprum 2O qırmızı rəngdədir. Deməli, kuprum 2 valentdə olanda qara, 1 valentdə olanda qırmızı. CO2 də rəngsizdir. Karbon qazı qazdır. Biz onu necə görə bilərik? NO2 qonur rəngdədir. Xrom 2O3 yaşıl rəngdədir. Silisium O2 qumdur uşaqlar. Qum gördünüzmü? Rəngsizdir. P2O5 ağ rəngdədir. CO da dəm qazı da rəngsizdir. İndi gəlin biz bunların aqreqat halları, yəni bərkdirmi, mayedirmi, qazdırmı? Buna baxaq. Uşaqlar, SO2 qaz halındadır. Nə deyirik? Kükürt qazı. SO3 maye halındadır. Kuprum O bərk haldadır. Kuprum 2O da bərkdir. Zaten metalların oksidləri adətən bərk halda olur. CO2 karbon qazı gördünüzmü? Qazdır. NO2 şənləndirir, üzr sayın, NO2 də NO2 qazı deyirik biz buna da. Fikrim N2O-ya getdi. Xrom 2O3 xrom metaldır, bərkdir. Silisium O2 bərkdir. P2O5 bərkdir. CO da nədir? Qazdır uşaqlar. Dəm qazı gördünüzmü? İndi uşaqlar baxın. SO2 kəskin iyili suda həll olmur. SO3 suda həll olan higroskopikdir. SO3 higroskopik nə deməkdir? Su uducu deməkdir. Kuprum O da suda həll olmur. Kuprum 2 götür, kuprum oksidləri suda həll olmur. Karbon qazı suda həll olur uşaqlar. NO2 kəskin iyili suda həll olan qazdır. Xrom O3 də, xromun oksidi suda həll olmadı. Qum da suda həll olunur. Yadınızda uşaqlar, qumdan suyu biz süzmə üsuluna ayrıldıq. P2O5 də suda həll olan sudur. P2O5 də higroskopikdir. Su ilə reaksiyaya girir və turşular alınır. CO da uşaqlar dəm qazı zəhərlidir. Əlbəttə ki, boğucudur və suda həll olmayandır uşaqlar. Oksidlərin kimyəvi xassələri. Danışırıq oksidlərin kimyəvi xassələrindən. Oksidlər əsasi oksid, turş oksidir. Uşaqlar, əsasi oksid biz dedik ki, əsasilər əsasi ilə girmir. Turşu ilə girəcəkdir amma. Yəni, turşu da nə ilə girmir? Turşu ilə girmir, amma əsasla girir. Demək, əsasi oksidlərimiz, baxın, kalsium oksid əsasi oksiddir. Kalium 2O əsasi oksiddir. Gördünüzmü? Bunlar üzərinə biz nədir? Turşu gələ bilərik və duz əmələ gətiririk. Deməli, əsas oksidlərimiz turşularla girir. Nə əmələ gətirir? Duz. Kalsium oksidlə də kalium 2 oksid. Kalium oksidimiz əsas oksidir. H2SO4 turşudur. H-xlor da turşudur. Girdi. Kalsium SO4 duzunu və kalium xlor duzunu əmələ gətirdi. Turşu oksidlərimiz SO3-dür, CO2-dir. Bunlar nədir? Turşu oksidlərdir. Turşu oksidlərdə əsas oksidlərlə reaksiya girir. Baxın, barium əsas oksiddir, natrium əsas oksiddir. Girir, nə əmələ gətirir? Duz. Barium SO4 və natrium karbonat duzlar əmələ gəldi. Suda həll olan əsas oksidlər amfoter oksidlərdən girir. Çünki biz demişdik ki, amfoter oksidlər həm əsas oksidlə reaksiya girir, həm də turşu oksidi ilə. Və buradan görürsünüz, kalsium oksid əsasi oksiddir, sink oksid də amfoter oksiddir. Girdi və duz əmələ gətirdi. Sonra natrium 2O su ilə girdi, natrium OH əsas əmələ gətirdi. Demək, əsasi oksidlər su ilə girib əsas əmələ gətirir. Turşu oksidlər də su ilə girib turşu əmələ gətirirlər. Baxın, gördünüzmü? Deməli, burada deyir turşu oksidləri əsaslarla da girir. Deməli, zaten bunları bilsəz, gördükcə tanıyacaqsınız. Deməli, əsasi oksidlərimiz əsaslarla və əsasi oksidlərlə reaksiya girmir. Əsasi oksidlər turşular və turşu oksidləri ilə reaksiya girir.
Turşu oksidləri də özünkü ilə girmir yenə. Yəni turşu ilə də girmir, turşu oksidi ilə də girmir. Ancaq əsasla və əsasi oksidlə girir. Zaten turşu və əsas əks anlayışlardır və bunlar bir-biri ilə girə bilirlər. Necə deyirlər, əks qütblər bir-birini çəkir. Baxın o məsəl. Ancaq özləri ilə girə bilmirlər, tamam mı? Sonra əsasi oksidi gördünüz, turşu oksidlə girdi, duz əmələ gətirdi. Barium oksid SO3-də turşu oksidi girdi, barium SO4 duzunu əmələ gətirdi. Sonra uşaqlar burada turşunun qüvvətliyini göstərib, yəni silisium, oksidlərin qüvvətliliyini silisium O2 PCO5-dən böyük, PCO5 SO3-dən, SO3 NO3-dən, NO3-də CO2-dən, bunda testlərdə rastlaşıra bilərsiniz. Sonra biz dedik ki, turşu oksidləri su ilə girib turşular əmələ gətirirlər. Baxın, bu reaksiyalarda məhz onu əks etdirib. Bunları işarəliyim. SO2 turşu oksididir. Su ilə girdi, H2SO3 turşusunu əmələ gətirdi. SO3 turşu oksididir. Su ilə girdi, H2SO4 turşusunu əmələ gətirdi. CO2 su ilə girdi, H2CO3 turşusunu əmələ gətirdi. Xlor 2O7 turşu oksididir. Su ilə girdi, turşu əmələ gətirdi. Deməli, turşu oksidi su ilə girəndə turşu əmələ gətirir. Əsasi oksid su ilə girəndə əsas əmələ gətirdi. Baxın, bir də bu üç reaksiyanı diqqət yetirin. Sayın bir dəqiqə. Aha, bax bunları mavi rəngdən işarələdim. PCO5 suyundan 3 temperaturda girir. 0 dərəcə ilə girsə HPO3 əmələ gətirir. 20 dərəcə ilə girsə H4 PCO7 əmələ gətirir. 100 dərəcə ilə girsə H3PO4 əmələ gətirir. Bunları da əzbərləyərsiniz uşaqlar. Gəldik. Deməli, uşaqlar, Wolfram O3-də, silisium O2-də bunlar su ilə reaksiya daxil olmurlar. Bunu öyrənirik. Baxın, bu ikisi su ilə reaksiya girmir. Amfoter oksidlər dedik, həm qələvilərlə, həm turşularla girdi. Çünki amfoter ikili xassiyyət daşıdır. Həm əsasi oksidlə girdi, həm əsasla girdi, həm turşu oksidlə girdi, həm turşu ilə girdi. Baxın, sink oksid amfoter oksiddir. Kalium OH əsasdır, yəni qələvidir. Suda həll olan əsas qələvidir. Girdi, nə əmələ gətirdi? Duz və su. Sonra suda həll olan əsasi oksidlərlə də girdi. Sink oksid, kalium oksid əsasi oksiddir. Kalsium, sink, O2 əmələ gətirdi. Turşularla girdi. Gördünüz mü? Ancaq yadınıza saxlayın, amfoter oksid su ilə reaksiya getmir. Dedik, bayaq necə dedik? Əsasi oksid su ilə girdi, əsas əmələ gətirdi. Turşu oksid su ilə girdi, turşu əmələ gətirdi. Ancaq amfoter oksid su ilə reaksiya getmir. Qarışıq oksidlər. Qarışıq oksidlər də uşaqlar turşularla reaksiya girib 2 müxtəlif duz əmələ gətirir. 3 dənə biz nəyin adını çəkdik? Qarışıq oksidin adını çəkdik. Baxın, deməli, bir dedik dəmir 3O4, bir dedik mangan 3O4, bir dedik plübium 2O3, düzdürmü? İndi burada dəmir 3O4 misalını görürük. Deməli, dəmir 3O4 H-xlor turşusu ilə girdi, 2 dənə duz əmələ gətirdi. Baxın, bir dəmir xlor 2 duzu və dəmir xlor 3 duzu. Niyə? Çünki dəmir 3O4 özü də 2 dənə oksidin birləşməsindən əmələ gəlir. Baxın, dəmir O ilə dəmir 2O3-ün. Ona görə bir dəmir O-ya uyğun duz əmələ gətirdi, bir də dəmir 2 O3-ə uyğun. Deməli, dəmir xlor 3 və dəmir xlor 3 bir də nə əmələ gətirdi? Su əmələ gətirdi. Uşaqlar, qarışıq oksidlərimiz də su ilə reaksiya girmir. Deməli, amfoter oksidlə də qarışıq oksidlər su ilə reaksiya getmədirlər. Uşaqlar, bu qədər. Ümid edirəm sizlər üçün yararlı video oldu. Hələlik.